Salam, bugün OTK'nın 11-ci siniflər üçün keçirdiyi sınağa baxırıq. 17 may 2026-cı il. Badımcan çiçəklərin əksəriyyəti külə ilə çarpaz tozlanır. Əksəriyyəti külə ilə çarpaz tozlanma var, amma əksəriyyəti hamısı yox. Gövdə yarpaqlarında ifrazat toxumasına rast gəlinir. Bəli, alkoqol maddələr ifraz edən toxumalara rast gəlinirdi badımcan çiçəklər fəsiləsində. Beyni doğru variant kimi götürə bilərəm, amma yenə də digər variantlara baxaq. Çiçəklərində bitişik ləçəklər qayıqcıq adlanır. Xeyr, ona aid bir xüsusiyyət deyil, paxlalara aiddir qayıqcıq. Əksər nümayəndələri ağac şəkillidir. Xeyr, badımcan çiçəklərin əksəriyyəti kol şəkilli bitkilərdir. Çiçəyində struktur elementlərinin sayı 16-dır. Çox vaxt düstura əsasən çiçəyin struktur elementlərinin sayını götürür uşaqlar. Bu onları çaşdırır, çünki çiçək yatağı və çiçək saplağı da var eyni zamanda. Badımcan çiçəklərin düsturu düzdür, K5, L5, Y5, D1'dir. Onları toplayanda 16 edir. Amma ondan əlavə çiçək yatağı və çiçək saplağı da var bir ədəd. Yəni cəmi 18'dir. B variantı mənim doğru variantımdır. İnsanda gözün köməkçi aparatının qüsurudur. Toğ körluğu A vitamini çatışmamazlığından və çöpçüklərin fəaliyyətinin bozulduğu zaman meydana çıxan bir qüsurdur. Götürmələm. Çəpgözlülük göz yuvasına birləşdirən əzələlərin fəaliyyətinin pozulması səbəbindən yaranan bir xəstəlikdir. Yəni, həmin o gözün əzəlləri də köməkçi aparata aid olduğuna görə mən çəpgözlülüyü doğru variant kimi götürərəm. Bürüceyrəli yarımaləminə aid, bürüceyrəlilər yarımaləminə aid deyil. Əllə yarımaləminə aid deyil. Bürüce aktinya bürüceyrəlilər yarımaləminə aid deyil. Kök pöhrəsi xeyr. Üzərində bilavasitə yan köklər inkişaf edə bilər. Xeyr. Kök pöhrəsi kökün əlavə tumurcuğundan inkişaf edir. Ona görə D variantını doğru variant kimi götürə bilərəm. Kök pöhrəsi kökün əlavə tumurcuğundan inkişaf edir. Euler-Venn diaqramına uyğun bəndi müəyyən edin. Filan bir tısbağa verilib, müəyyən edək. Suda və qurda yaşayan nümayəndələri var. Suda və qurda yaşayan nümayəndələri var hər ikisinin. Çənələrində dişlər olmur. Dişləri olmayan tısbağaya aiddir. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır təbii ki ilanlarda. Çənələri elastik bağlara malikdir. Elastik bağlara malikdir. Çənələri yenə ilanları götürərəm. Çanağa malikdir. Tısbağaların çanağı var. Ürəyi 3 kameralıdır. Hər ikisinin ürəyi 3 kameralıdır. Cavab Y variantı. İnsan skeletində ətrafların neçə sümük bilavasitə gövdə sümüyü ilə birləşir? 2 çanaq, 2 7-ci sual. İnsan orqanizmində böbrək ləyəninin sayı. İnsan orqanizmində bir ədəd böbrəkdə bir ədəddir. Ləyən 2 böbrəkdən söhbət gedirsə, deməli 2 ədəd olacaq. X-in sayı da A olduğuna görə A-nın da sayı 2 olacaq. Biz deməli 2-yə uyğun cavabları baxaq. Böbrək arteriyaları bəli 2 ədəddir. Hər böbrəkdən bir ədəd çıxsa, biri götürərəm. Böbrək venalarını da götürə bilərəm. 2 ədəd. Böbrək piramidləri çoxdur, götürə bilmərəm. 3 olan cavabları çıxaq. Sidik toplayıcı kanal, sidik axarlarını götürərəm 2 ədəd. Qədəyə bənzər kapsulu da götürmərəm. Cavab qaldı D variantı. İnsan hansı məməlilərin torpaq üzərində, ağacda, torpaqda yaşayan, həm də yarımsu həyat tərzi keçirən növləri vardır. Bu çox güman ki, gəmiricilərdir. Gəmiricilərin torpaq üzərində, ağacda, yarımsu həyat tərzi keçirən bir çox nümayəndələri var. Ümumiyyətlə, gəmiricilərin nümayəndələri çox olduğu üçün, təbiətdə hər yerdə yayıldığı üçün gəmiriciləri doğru variant kimi götürə bilərək. Glikoza glikogenə çevrilib, deməli, glikozdan glikogenə çevrilmə prosesi baş verib. Bu prosesi tənzimləyən hormonun tərkibinə daxildir. Təbii ki, insülinin tərkibinə sink daxil olacaq. A variantı.
Miçurin tərəfindən sarı belfer və kitaykanın çarpazlaşmasından alınan bitkilərin meyvələri əvvəlcə turş olur. Bu əlaməti aradan qaldırmaq üçün hibridlərə belferdən götürülmüş qələmələrlə cəlb edirdilər. Çünki belfer ana bitki idi və daha yaxşı, daha şirin, daha böyük bir bitki idi. Elə A variantını doğru variant kimi götürə bilərəm. Başlanğıc bakteriyaların sayı 5 yazaq. Bölünməyə sərf olunan zaman 110 dəqiqədir. Ya 20 dəqiqədən bir, ya 30 dəqiqədən bir bölünüb, amma onu qeyd etmədiyinə görə bilmirəm tam dəqiq. Bölünmə nəticəsində əmələ gələn bakteriyaların sayı isə 160 olub. 5-dən 160-a qədər qeyd edək. 5 bölünüb 10, 10 bölünüb 20, 20 bölünüb 40, 40 bölünüb 80, 80 bölünüb 160 olub. Və bölünməyə sərf olunan zaman 110 dəqiqədir. Mən 110-u neçə bölünmə baş verib burada? 1, 2, 3, 4 və 5. 5-ə bölsəm, aralarındakı dəqiqəni tapa bilərəm. 22 dəqiqə. Cavab B variantı. 12-ci sual. İnsan ödü haqqında hansı ifadə doğru deyil? Tərkibində eritrositlərin parçalanma məhsulları daxildir. Bəli. Qaraciyərdə nazik bağırsağa axır, düzdür. Öd kisəsindən nazik bağırsağa axır. Doğru variantımdır. Bağırsaqların hərəkətini sürətləndirir. Bəli, öd düzdür. Yağların kimyəvi yox, yağların mexaniki həzmini həyata keçirir. Öd. 13-cü sual. Həcmi A kub milimetr olan insanda spermasında spermatozoidlərin minimum sayı 60 milyondur. 1 kub santimetrdə 20 milyon 20 vurulsun 10 üstü 6 sperma var. Minimum sayı dediyinə görə 20 ilə götürür. Bəs əgər 60 milyondursa, 60 vurulsun 10 üstü 6-dırsa, əgər spermatozoidlərin minimum sayı neçə kub milimetr olmalıdır? Deməli, bu 3 kub santimetr imiş. Qanında eritrositlərin maksimum sayı. Eritrositlər. Kub santimetri ilk öncə kub milimetrə çevirməliyik. 1 kub santimetr 1000 kub milimetrdir. 3 kub da olacaq 3 vurulsun 10 üstü 3. 3000 kub milimetr. Aha. Eritrositlərin maksimum sayı 1 kub milimetrdə 5 milyon eritrosit var maksimum. 1 kub milimetrdə maksimum 5 vurulsun 10 üstü 6 yazarım. Kub milyon eritrosit var. Bəs 3 vurulsun 10 üstü 3 kub milimetrdə nə qədər olar? X. X da bərabərdir 15. A variantı. Azıqantroplar pitekanantroplardan fərqli olaraq daşdan müxtəlif əmək alətləri hazırlayırdılar. Hər ikisi hazırlayıb daşdan müxtəlif əmək alətləri. Dəri paltar geyinirdilər. Pitekantroplar paltar geyinmirdi. Sürü halında yaşayırdı hər ikisi. Çənaltı çıxıntıya malik deyildilər. Heç birində yox idi çənaltı çıxıntı. Ən qədim insanlara aid idilər. Hər ikisi ən qədim insana aid idi. Sadəcə dəri paltar geyinmək pitekantroplarda hələ ki yox idi. Bəzi balaca quşlar öz yuvalarını qartal yuvalarının yanında qururlar. Qartal onları yemir. Onlar qartal hesabına yırtıcılardan qorunur. Bu zaman qartal ilə həmin quşlar arasında hansı münasibət formalaşır? Həmin quşlar üçün faydalı bir münasibət yaranır, amma qartal üçün heç bir əhəmiyyəti yoxdur. Yəni, faydalı neytral bir mühit yaranır. Bu da kommensalizm adlanır. Adi gecikgənin xarici görünüşünə görə əgər yandırıcı gecikgəni xatırladırsa, biz demişik ki, bu ikinci növ maskalanmaya aid olacaq. Daxili sekresiya vəzisi olsun boyunda. Qalxana bənzər vəzimiz var. 1 ədəddir sayı və qalxana bənzər ətraf vəzimiz var. Onun da sayı 4 ədəd düyü boyundadır demişdim. 4 üstə 1, deməli, boyun nahiyəsində 5 ədəddir.
Döş boşluğunda isə bir ədəd timus var. Böyle üstü bezlər də cütdür, timus təkdir. Mən hər dərs deyirəm, bunlara fikir verin, qalxana bənzər ətraf bəziləri 4 ədəddə sayı düyü boyluğunda olur və müəyyən edin 500-də 1, 6. 18-ci insanın baş beynindən çıxan sinirlərdən üç cütü hissi, 5 cütü isə hərəki, yəni 8 cüt. Ümumi baş beyindən 12 cüt sinir çıxır. Deməli 12-dən 8 çıxsam, taparam 4 cütü qarışıq imiş. Mərkəzi sinir sistemindən çıxan sinirlərin təxminən, mərkəzi sinir sistemindən çıxan sinirlərin təxminən neçə faizini qarışıq sinir olduğunu hesablayın. Onurğa beynimizdən 31 cüt sinir çıxır. 4 cütü də qarışıqdırsa, 31-in üstünə 4. Çünki onurğa beynindən çıxan bütün sinirlər qarışıq sinirlərdir. 4 cüt də qarışığı toplasam, edəcək 35 cüt. Ümumi sinirlər isə 12 və 31 cüt, yəni 43 cütdür. Ümumi sinirlər 43 cüt, yəni 86 ədəd. 35 cüt isə 70 ədəddir. 80-ı, 70-i bölərəm 86-ya, vuraram 100-ə və təxminən neçə faizinin qarışıq sinir olduğunu hesablayaram. Təxmini cavabım edəcək 31,4%. Ümumi 41 cüt sinirdir, yəni 86 sinirdir. Amma mənim tapdığım şərtə əsasən tapdığım 35 cüt sinir, yəni 70 ədəd sinirdir. Bizdən də həmin mərkəzi sinir sistemindən çıxan sinirlərin təxminən neçə faizinin qarışıq olduğunu hesablayın dediyi üçün 70-ə 86-ya bölüb 100-ə vurub faizini tapıram. 19-cu sual. Hansı xromosom mutasiyasıdır? Down, Edwards sindromu, Shershevski-Tayner sindromu, Patau sindromu hər biri genom mutasiyalarıdır. Amma Lejer sindromu xromosom mutasiyasıdır. Mitoxondri var, amma hüceyrə tənəffüsündə iştirak etmir. Deməli, göy yaşıl yosunda, siyanobakteriyada xeyir, xlamida monadanı götürmərəm, şampinyon göbələyində götürmərəm. Yetkin öküz soliterində bəli, mitoxondri var, amma öz anaerob mühitdə yaşadığına görə hüceyrə tənəffüsündə iştirak etmir. 21-ci sual. Çay xərçəngində xitin dişciklər yerləşir. Xərçəngdə xitin dişciklər, belə deyək, üydücü şöbədə yerləşir, mədənin üydücü şöbəsində. Mədənin bilavasitə qida borusu ilə birləşmiş şöbəsi, bəli, üydücü şöbədir. Götürə bilərəm. Həzm sisteminin qarıncıqda yerləşən hissəsində olmaz. Mədənin kiçik şöbəsi süzücü şöbədə olmaz. Mədənin bilavasitə bağırsaqla birləşdiyi şöbə süzücüdə olmaz. Mədənin süzücü şöbəsi də deyil. Cavab A variantı. Postembrional inkişafda tənəffüs orqanlarının daha çox müxtəlifliyinə rast gələn dəfələrlə demişəm ki, bu artıq qurbağadır. Postembrional inkişaf dövründə tənəffüs orqanlarında daha çox müxtəlifliyə rast gəlinir. Ümumiyyətlə, qurbağada bir çox müxtəlifliyə rast gəlinir. Çünki çömçəquyruq mərhələsi olur, ona görə bir çox müxtəlifliyə rast gəlinir. 23-cü sual. Normal həyat dövranında hansı elementlərin yetkin fərdləri insan bədənində parazitlik edə bilər? Əgər insan bədənində parazitlik edə bilər deyirsə, deməli yetkin fərdləri parazitlik edən canlı onun əsas sahibi sayılsın. Yəni, insan da əgər parazitlik edə bilirsə, insan onun əsas sahibi sayılsın. Öküz soliterinin əsas sahibi insan ola bilər. Qaraciyər sorğusunun da əsas sahibi qaramal və insandır. Və ankilostomanın əsas sahibi insandır. Pislofitlər bilavasitə mamır kimilərə başlanğıc veriblər. Pislofitlər ümumiyyətlə ilk quraya çıxan bitkilər olub. Yosunlar başlanğıc verib mamırlara və pislofitlərə. Pislofitlər isə başlanğıc verib qışı kimilərə. Bilavasitə mamır kimilərə başlanğıc verə bilər? Xeyr. Ağcıqlara malik olublar. Bəli, artıq ilk quruya çıxan bitkilər olduğuna görə ağcıqlara malik olublar. Torpağı rizotlar vasitəsilə
Belki bilər düzdür. Mexaniki örtük və ötürücü toxumalara malik olurlar. Bəli, artıq quruya çıxmış bitkilərdir. Sporlu bitkilərlə toxumlu bitkilər arasında keçid formasıdır. Sporlu bitkilərlə toxumlu yox. Zaten qıcılar da sporlu, ali sporlu bitkilərdir. Xeyr, doğru variant deyil. İlk su bitkiləri olub, ağaca və ota bənzər formaları olub. İlk su yox, quru bitkilər olub. Yine cevabım 2, 3 və 4 kimi qeyd etmiş olaram. 25-ci sual. Şəkildə gördüyümüz heterogametliyə malik toyuq verilib bizə. Cinsiyyət fəsinin yetişmə mərhələsində keçən ilkin cinsiyyət hüceyrələrin sayı 1-dir. Bir hüceyrə daxil olanda 4 qamet əmələ gəlirsə, deməli, əgər 5 hüceyrə daxil olubsa, burada 20 qamet əmələ gəlib. Aha, redüksiyon bölünmədə əmələ gələn kiçik hüceyrələrdə autosom xromosom. Redüksiyon meyoz bölünmədən söhbət gedir. Kiçik hüceyrələrdə autosom xromosomlarının cəmi. Kiçik hüceyrə mikroqametləri nəzərdə tutubsa, toyuqlarda 2-in 78-ə bərabərdir. N-də 39'a bərabərdir. 39'dan biri cinsidir, yerdə qalan 38'i autosomdur. Deməli, mən 38'i vursam 5'ə taparam. Kiçik hüceyrələrdə autosom xromosomlarının sayının cəmini. Çiçəklərində əmələ gəlməz, amma yaşıl çiçəklərində əmələ gəlir. Əmələ gəlməz bizdən soruşur, biri götürərəm. Günəbaxının dilci şəkilli çiçəklərində əmələ gəlməz. Boru şəkilli də əmələ gələr, amma eşək qanqalının boru şəkilli çiçəklərində əmələ gələr. Qarğıdalının süpürgə çiçək qrupu erkək çiçəklərə aid olduğuna görə onlarda da əmələ gəlməz, amma qıça da əmələ gələr. Zəncir otunun dilci şəkilli çiçəklərində əmələ gələr. Cavab 1, 3, 5. 27-ci suala baxaq. Əlverişli şəraitdə həm dişi, həm erkək qametlər əmələ gəlsin, yalnız dişi qamet əmələ gəlməsin. Deməli, heç bir qamet quş mamırının protenemasında heç bir qamet əmələ gəlmir. Və eyni zamanda qatır quyruğunun yaşıl zoğunda da heç bir qamet əmələ gəlmir. Üzərində arxegoniya olan quş mamırında yalnız dişi, arxegoniyadirsə yalnız dişidən söhbət gedə bilər. Yəni, yalnız dişi burada 2-yə aiddir. 2-yə B-ni yazaram. Anterididirsə erkək olacaqdı. Arxegoniya dediyinə görə dişini götürürük. Üzərində anteridi olan quş mamırı erkəkdir yalnız. Amma burada elə bir variantım yoxdur. Erkək qıcının protalında isə həm dişi, həm də erkək qametlər. Yəni, həm arxegoniya, həm anteridi əmələ gələ bilir. 1Y, 2B, 3A, C. Keçək situasiyaya. Həkim müayinəsindən keçən insanda Klinefelter sindromu aşkarlandı. Klinefelter sindromu necə yazılır? X, X, Y. Yəni bir X-in artıq bir X cinsi xromosom çoxdur Klinefelter sindromunda. Onun A orqanında qandakı zəhərli maddələr əksər hissələri zərərsizləşdirir və qlikozanın artıq hissəsi ilə qlikogenə çevrilərək ehtiyat halında saxlanılır. Deməli, A qaraciyər imiş. B orqanında isə qanın damarlar üzrə hərəkət ardıcıllığı belədir. Arteriya, kapillər arteriyadırsa, deməli, böyrəkdir bu. Böyrək olacaq. Arteriya, kapillər arteriyadırsa, böyrək olacaq. Baxaq, qanın formalı elementlərinin sayının normada olduğunu qəbul edərək. Qanın formalı elementlərinin sayının normada olduğunu qəbul edərək. B orqanına daxil olan qanın 100 millisində X xromosomlarının minimum sayı. Formalı element dediyində nüvəsi olan leykositləri nəzərdə tutur. Əgər 1 kub millimetr leykositdə cavabınızın həllinə əsaslandırın, normada olduğunu qəbul etsək.
Aha, 1 kub millimetrdə 4 vurulsun 10 üstü 3 kub millimetr leykosit olur. Ve burada B orqanına daxil olan qanın 100 millisi. 100 millisi. Onu necə yazaram? Kub millimetrə çevirsəm 10 üstü 5 10 üstü 5 kimi yazaram. 10 üstü 5 kub millimetrdə baxaq nə qədər imiş x. X-i tapdıq. 4 vurulsun 10 üstü 5 o da 3 eləcək 8 üstlər toplanır. 4 vurulsun 10 üstü 8 deməli leykosit var imiş. Daha sonra nə deyir? X xromosomda minimal sayını hesablayın. Hər bir leykositdə də 2 ədəd X cinsi xromosom olduğuna görə 2-yə vursam edəcək 2 4-ün 8 vurulsun 10 üstü 8. Bu şəkildə cavabımız əsaslandırarıq. 29-cu sualda B orqanı ilə eyni bədən boşluğunda yerləşən endokrin. Endokrin, yəni daxili sekretsiya vəzifəsindən söhbət gedir. Endokrin. B orqanı böyrək idi. Böyrək qarın boşluğunda yerləşir. Qarın boşluğunda mən deyə bilərəm böyrək üstü. Böyrək üstü vəzi deyə bilərəm. Hər birinin sayı 2 ədəddir deyə bilərəm. Daha sonra B orqanına bilavasitə gətirilən damar börək arteriyası ilə təbii ki. Eritrositin B orqanına gəlib çatması üçün, yəni eritrositin böbrəyə gəlib çatması üçün A orqanından, yəni qaraciyərdən hansı damarlarla çıxdığını, qaraciyərdən. Deməli, qaraciyərdən çıxacaq. Qaraciyər venası ilə. Qaraciyər venası ilə. Daha sonra gələcək sağ, qaraciyər venasından çıxdısa, sağ qulaqcıq. Daha sonra töküləcək sağ mədəciyə. Sonra sol qulaqcıq. Ağciyərlərə gələcək, sonra ağciyərlərdən sonra gələcək sol qulaqcıq, sol mədəcik, daha sonra aorta ilə çıxıb gələcək qarın ortası ilə, qarın ortasına, oradan da böyrək arteriyası ilə böyrəyə göstərə bilərəm. Bu qədər. Ümid edirəm ki, izahım daha aydın olmuşdur. Daha az vaxtınızı almaq üçün daha tez-tez izah etməyə çalışdım. Növbəti sınavlarda görüşənədək.